Salam, hər vaxtınız xeyir olsun əzizlər. Bir dənə bu malinaların iriliyinə baxın. Görün necə iridir. İndi sizə ətraflı çəkib göstərəcəm. Adını da soruşmayın, çünki adını deyən deyiləm. Nəyə görə demirəm? Bu geydirmə malina satanlar bundan istifadə edib cəmaatı aldadırlar. Ona görə adını demirəm və indi göstərəcəm sizə ətraflı. Deməli əzizlər, bunu niyə çəkib göstərirəm? Baxın, bunun iriliyinə baxın. Nə gözəldir, nə gözəldir. Bugün artıq oktyabrın 31-idir və artıq burada havalar soyuq keçir. O səbəbdən də daha sonuncu yığımlar olacaqdır. Malinadakı möhtəşəmdir də, yekəlinə baxın malinaların. Və mən bunun bir dadım baxım. Heç kimə adını söyləməyəcəm. Çünki bizim o geydirmə malina şitil satanlar hamısı aldadır cəmaatı. Götürürlər mənim videolarımdan baxıb adını dəyişirlər, güya cəmaata şitil satırlar. Aldadırlar da cəmaatı. Ona görə əzizlər 200-ə yaxın şitilimiz olacaq, 200-ə yaxın. Bir həftəyə qayıdıram vətənə, Azərbaycana və təxminən noyabrın 10-da da həmin şitillərə kimə lazım olacaqsa, yəni kim çatdıracaqsa bu gözəl şitillərdən əldə etmək üçün bizə müraciət eləsin, qabaqcadan sifarişlər qəbul olunacaqdır və həmin şitillərdən əldə etmək üçün yalnız və yalnız bizimlə əlaqə saxlamaq lazım ki, bu təmiz, orijinal şitilləri əldə eləsinlər. Yoxsa aldadıb cəmaata geydirmə şitil verməsinlər. Sağ olun, bizi paylaşın, bölüşün, sayımız çoxalsın.